Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Əziz izləyicilər, bir daha Quran-ı Kərim surələri ilə tanışlıq verilişində xoş gördük. Bugünkü mövzumuz Quran-ı Kərimin İsra surəsinin davamı olacaq. Keçən verilişimizdə Quran-ı Kərimin İsra surəsi haqqında, nazil olması haqqında və bu surədə baş verən bəzi hadisələr haqqında məlumat verdik. Bugünkü mövzumuz isə İsra surəsinin digər əxlaqi mövzularıdır. Quran-ı Kərim İsra surəsi Peyğəmbər sallallahu gecə ilə Məkkədən Beytül-Müqəddəsə səfər etməsi, yəni gecə səfərindən danışılır. Ondan sonra isə Allah Taala burada Musa peyğəmbər və Nuh peyğəmbərdən söhbət açır. Musa peyğəmbərlə Bəni İsrail arasında olan diyaloqlardan və yaxud da Bəni İsrailin yer üzərində fəsad törətməsindən Allah Taala söhbət açır və sonda isə Quran-ı Kərimin İsra surəsinin 6-cı, 7-ci ayələrində Allah Taala buyurur: "İnne hadzal Qur'an yehdi lillati hiya aqwam və yubashshirul mu'minинallezine ya'malunə's-salihat enne lehum ecran kebira." Həqiqətən bu Quran insanları ən doğru yola hidayət edir, ən doğru yola yönəldir və salih işlər görənlərə, iman gətirib salih işlər görənlərə cənnətlə müjdə verir və müjdə verir ki, onlar üçün böyük bir əcr vardır. Yəni bu Quran insanları hidayət etmək üçün, insanlara həyat bəxş etmək üçün nazil olan Allahın səmavi kitabıdır. İnsanları zülmətdən nura çıxarmaq üçün, insanları küfr zülmətindən iman nuruna, cəhalət zülmətindən elm nuruna çıxartmaq üçün insanlara həyat bəxş edən Allah Taala'nın bir proqramıdır, bir səmavi kitabıdır. Və bu Quran da özünü bu cür vəsf edir ki, bu insanları ən doğru yola yönəldən, hidayət edən bir kitabdır. Burada olan qissələr, hadisələr insanların ibrət alması üçün, özündən öncə keçən ümmətlərdən bir dərs götürmək üçün və burada olan əxlaqi mövzuları insan öz həyatında tətbiq etmək üçün ən gözəl nümunə, ən gözəl örnək Quran-ı Kərimdir. Və Allah Taala burada iman gətirib yaxşı işlər görənlərə böyük mükafat olduğunu və eyni zamanda axirətə iman gətirməyən şəxslərə isə şiddətli, ağrıdıcı əzabın olduğunu müjdə verir, vəd verir. Və davamında Allah Taala insanın bəzi xüsusiyyətləri haqqında danışır. Deyir, bəzən insan özünə dua etdiyi kimi özünə bəddua da edər. İnsan özünə xeyir dilədiyi kimi bəzən insan özünə bəddua da, yəni özünə pisliklər də istəyə bilir, özünə zərər də edə bilir. Və bu da insanın səbəbin Allah Taala açıqlayır ki, insan çox tələskəndir. İnsan tələsən bir varlıqdır. Yəni insan özü üçün dua edən zaman Allahdan xeyir diləyir. Bəzən olur ki, insan səbirsiz olaraq, insan bir sıxıntıya düşən zaman özü üçün bəddua da edən bir varlıqdır. Bu da insanın tələskən olmasının xüsusiyyətlərinin, əlamətlərindən biridir. Allah Taala ayətin davamında, mübarək ayənin davamında gecə ilə gündüzdən danışır. Gecə və gündüz Allahın qüdrət nişanələrindəndir. Buyurur, gecə ilə gündüzü, gündüzlə gecəni bir-birinə əvəz etdim. Gündüzün işığı ilə gecənin qaranlığını, gecənin qaranlığı ilə gündüzün işığını aradan apardı. Bu isə Allah Taala'nın qüdrət nişanələrindəndir. Və Allah Taala davamında buyurur, hər bir insanın əməl dəftərini onun boynundan asaraq və qiyamət günü onun qarşısında sərilər. Yəni insanın etdiyi əməllər qiyamət günü onun qarşısında sərilər və insan etdiyi hər bir əməlin özü yazıcısıdır, özü o əməlləri edir və həmən əməllər mələklər vasitəsilə bir kitaba qeyd olunur və qiyamət günü də insanın qarşısına açılır və Allah Taala da etdiyimiz o həmən əməllər ki, kitabda qeyd olunub, onu özümüzə oxumağı əmr edir. Deyir ki, oxu bu kitabı qiyamət günü bu gün sənə kifayət edər. 14-cü ayədə isə Allah Taala buyurur, oxu kitabına, o əməl dəftərində ki, yazmısan, bu sənin kitabındır, oxu bunu, bu gün özün özünə hesab verməyə yetərsən. Yəni sənin artıq yazdığın bu kitab və sənin bədən üzvlərin hər biri sənin üçün şahid dayanmağa, səni mühakimə etməyə özün yetərsən. Əlavə qıraqdan heç bir şahidə ehtiyac yoxdur. Həmən gün ağızlar möhürlənər, əllər danışar, ayaqlar şəhadət verər və eyni zamanda etdiyin əməllər də kitabda yazılı şəkildə sənin qarşına sərilər. Və davamında Allah Taala buyurur, hər kəs doğru yola yönələrsə, özü üçün edər bunu,
Kim doğru yolla gedərsə özünə xeyir edər, kim şeytan yolla gedərsə yenə də özünə zərər etmiş olar. Kim yaxşılıq edərsə özü üçün edər, kim pislik edərsə yenə də özünə edər. Necə Həzrət Əli əleyhissalam buyurur, deyir, mən heç kəsə yaxşılıq etməmişəm. Dedilər, ey Əmirəl-Möminin, sən ki, bu qədər yaxşılıqlar etmisən. Həzrət Əli əleyhissalam buyurur, mən heç kəsə yaxşılıq etməmişəm, çünki nə etmişəmsə özüm üçün etmişəm. İstər yaxşılıq, istər pislik, bunun nəticəsi insanın özünə qayıdır. Və Allah Teala bu mübarək surədə çox ibrətamiz əxlaqi məsələlərə toxunur. Əgər biz bu məsələləri öz həyatımızda tətbiq etsək, dünya və axirətdə xoşbəxt yaşayarıq. Və İsra surəsinin 22-ci və 23-cü ayətlərdə Allah Teala insanın ailə prinsiplərini, insanın ailə institutunun qorunub saxlanmasını və İslamda valideynə münasibətin formasını, şəklini, Allah istəyən ailə necə olmalıdır, onu bizə xatırladır. Allah Teala burada buyurur, və qada rabbuka əllə ta'budu illə iyyəh və bil valideyni ihsana. Allah Teala buyurur, Allah yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi əmr etdi, hökm etdi. Və Allah Teala ilk öncə özünə ibadət etməyi, yəni Allaha şərik qoşmamağı, Allahdan başqa heç bir varlığa ibadət etməməyi əmr edir və onun davamında isə valideynlərə yaxşılıq etməyi əmr edir. Bu məsələnin Allah Teala əhəmiyyətini bizlərə vurğulayır ki, valideynə yaxşılıq necə Allah qatında mühüm məsələlərdən biridir ki, Allah özünə şərik qoşmayın, özünə ibadətin vacibliyini əmr edən zaman ardıca birbaşa və valideynlərə yaxşılıq edin deyə əmr edir. Bu da dinimizin valideynlərə qarşı nə qədər məsuliyyətli olmağımızı bizlərə aşılayan, çatdıran hökmlərindən, əhkamlarından biridir. Və davamında Allah Teala buyurur: "İmmə yəblğanna indəkəl kibara ahaduhuma aw kilahuma fala taqul lahuma uffin və la tanharhuma və qul lahuma qawlan kerima." Əgər onlardan biri və yaxud da hər ikisi sənin yanında yaşlaşarsa, onlara uf belə demə. Onlardan və atadan, anadan biri və yaxud da hər ikisi sənin yanında qocalarsa, yaşlaşarsa, onların hər hansı bir hərəkətinə görə onlara uf belə demə, onları incitmə, onlarla gözəl danış, onlara gözəl sözlər de. وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِ صَغِيرًا. Onları rəhmət qanadlarının altına al və denən, ya Rabbim, bunlar mən körpəykən mənə rəhm etdikləri kimi sən də bulaş, onlara şəfqətli ol, rəhm et. Allah Teala bizlərə bu ayədə əmr edir ki, ey insanlar, valideynləriniz sizin yanınızda qocaldığı zaman onların hərəkətləri təbii ki, insan yaşlaşdıqca uşaqlaşır. Allah Teala Quran-ı Kərimdə insanı 3 mərhələyə bölür. Bir uşaqlıq, güc, qüvvət, gənclik, yenidən uşaqlıq dövrü, yəni qocalıq dövrünə insan çatan zaman necə körpəykən gücsüz, qüvvətsiz, taqətsiz, kövrək idi, yenidən insan yaşlaşan zaman həmən mərhələyə, yəni uşaqlıq dövrünə qayıdır. Bu zaman körpəykən bizə valideynlərimiz necə şəfqətlə, mərhəmətlə, rəhmlə yanaşmışdırsa, bizim də üzərimizə düşən odur ki, həmən əməlləri öz valideynimizə yaşlı bir insan kimi yox, sanki körpə bir uşaq kimi onlarla davranmalıyıq. Görürsən, valideyn insana necə bir yeməyi yedizdirən zaman nə qədər onun nəvazişini çəkir, onun üçün dil tökür və səy edir ki, bu bir qab yeməyi öz uşağına yedizdirsin. Bu isə doğru deyil ki, bir yaşlı ata-anamıza gətirib yeməyi qoyaq qarşısına, yeməyən zaman hətta əsəbləşək, hirslənək. Necə o körpəykən bizi nazlımızı çəkə-çəkə yedizdirirdisə, ayaq üstə bizi gəzdirə-gəzdirə yedizdirirdisə, qucağında yedizdirirdisə, həmən əməli biz də öz valideynlərimizə təkrar tətbiq etməliyik, ta ki, öz Allahın bizdən istədiyi övladlıq haqqını yerinə yetirmiş olaq. Allah Teala bu ayədə buyurur, bizə xatırladır ki, onlar sizə denən, ya Rabbim,
Biz körpəykən onlar rəhmət qanadlarını bizim üzərimizə aldığı kimi, sən də onları öz rəhmət qanadlarının, öz şəfqətinin altına al və onlara rəhm et, onları bağışla. Allah Teala davamında buyurur: Rabbukum a'lam bima fi nufusikum. Allah Teala sizin nəfsinizdə olanı, qəlbinizdə olanı da bilir. Hətta qəlbində belə valideynə qarşı dilində təkcə dilində uf demə. Bununla Allah kifayətlənmir. Hətta qəlbində belə onlara qarşı qəzəb, kin, nifrət belə yarana bilməz. Hər nə qədər sənə əziyyət verərsə, o sənin üçün əziyyət yox, ləzzət. Bilməlisən ki, bunun mükafatı Allah qatında böyükdür. Sənin hər bir valideynin aldığı hər bir nəfəs sənin üçün rəhmətdir, məğfirətdir, bağışlanmadır. Çünki valideyn ağbirçək, ağsaqqal olan yerdə xeyir, bərəkət və rəhmət olar. Xüsusən də insanın valideynləri onun üçün dua edən bir dildir. Allah Teala onların duasını qəbul edər və onlara etdiyin xidmət nəticəsində sənə böyük mükafat, böyük əcr verər. 36-cı, 37-ci ayələrdə isə Allah Teala bizlərə əmr edir ki, insanlar yaxın qohumlara öz haqqını verin. Yəni Allah Teala'nın bizə verdiyi ruzidən, Allah Teala'nın bizə verdiyi vardan, dövlətdən yaxın qohumlarımızın da payı var. Yaxın qohumlarınıza, miskinlərə, yolda qalanlara neylən Allah yolunda infaq edin, xərcləyin. Və la tubazzir təbzira. Lakin Allah Teala insan yaxşılıq edən zaman, nəfəqə ehsan edən zaman burada bir şərt qoyur ki, lakin israfçılıq etməyin. Heç bir halda dinimiz israfı bəyənmir. İsraf edənləri Allah Teala burada şeytanın qardaşları adlandırır. Buyurur: İnnel mubazzirinə kənu ixvanəş-şeyatin və kənəş-şeytanu li rabbihi kafura. Həqiqətən israf edənlər, israfçıl insanlar şeytanların qardaşı kimidir. Şeytan da öz Rəbbinə qarşı kafir oldu. Allah Teala insanın öz yaxınlarına, öz yaxın qohumlarına ehsan etməyə, əl tutmağa, nəfəqə etməyə əmr edir və eyni zamanda yoxsullara, kasıblara və yolda qalan müsafirlərə əl tutmağa bizlərə Allah Teala əmr edir və eyni zamanda israfçılığa yol verməməyi bizlərə Allah Teala tapşırır və buyurur ki, israf edən şeytanın qardaşıdır və şeytan isə Allah Teala'ya qarşı küfr etdi və əbədi lənətinə səbəb oldu. Allah Teala bizi Qur'an-ı Kərimi oxuyub ona əməl edən qullardan qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.